Salam hörmətli izləyicilər, bugün sizə təsriflənməyən, feilin təsriflənməyən formalarından bir neçə sual izah etmək istəyirəm. Qeyd edim ki, hal-hazırda 7-ci sinif təsriflənməyən formalar keçir, həm də eyni zamanda bu 9-cu sinif 2025 din toplusundakı suallardır. Yəni hər bir şagird işləyə bilər. Yəni yalnız 7-ci siniflər yox, hər bir sinifdə olan şagirdlər işləyə bilər. Birinci sual. Hansı məlum növdə olan feili sifətdir? Bilirik ki, uşaqlar, feilin təsriflənməyən formaları 3 yerə bölünür. Feili sifət, feili bağlama və məstər. Burada bizə lazım feili sifət. Feili sifətlə feili bağlama ümumiyyətlə hər üçünü necə ayırır? Təbii ki, şəkilçisi ilə. Şəkilçilər artıq siz əzbər bilməlisiniz və şəkilçilər də qeyd edim ki, qeyd formasında WhatsApp kanalımızda paylaşmışdıq. Ora daxil olub, oradan da qeydinizi götürə bilərsiniz. Sulaşdığım sözü dığım burada feil sifət şəkilçisidir. Məktublaşan an feil sifət şəkilçisidir. Döyüşmüş feil sifət şəkilçisidir. Vidalaşanda an da feil sifət şəkilçisidir. Bahalaşmadan sözü isə feili bağlamadır. Ona görə bunu çıxırıq. Və bizə lazımdır məlum növdə olsun. Məlum növündə şəkilçisi hansı idi uşaqlar? Yoxdur. Xüsusi şəkilçisi yoxdur. Döyüşmüş nə olur? Döyüşmüş olur qarşılıq növ. Yeni çıxırıq. Vidalaşanda bu məlum növdə əslində. Amma vidalaşanda sözü bayaq qeyd etmədik. Vidalaşanda da feili bağlamadır. Amma məlum növ. Bu feili bağlamalar çıxırıq. Döyüşmüş sözü qarşılıq birgəlik növdədir. Sulaşdığım sözün mənası isə sulamaqdır, bir-birinə su atmaq. Bu iş necə görülər? Təbii ki, qarşılıqla. Burada la şəkilçisi, bir də ş şəkilçisi var. Yəni burada ş şəkilçisi qarşılıq növün şəkilçisidir. Ona görə A-nı da çıxırıq. Təbii ki, qaldı C bəndi. C bəndində də məktub sözün kökü burada laş şəkilçisi ayrılmadığı üçün burada qrammatik məna növünün heç bir şəkilçisi yoxdur. Ona görə cavabımız oldu C bəndi. 2. Biri feilin təsriflənməyən formasındadır. Təsriflənməyən formalar bayaq dedik, məstər feil və feili bağlama və şəkilçilə əzbər bilməliyik. Saxlasa feilin şərt şəklidir, yəni təsriflənən feildə aparır indiki zamandır. Danışacağam gələcək zamandır. Bağışlayın, bu da əmr şəklindədir. Yəni hər biri bunların təsriflənən feildir. Təsriflənməyən feil yalnız C bəndidir. Görüşdükdə bu da feili bağlamadır. 3. Biri feilin təsriflənməyən formasındadır. Burada da yenə başa düşəsidir lazım şəkli, oxusa şərt şəkli, yaşayacaqdır. Gələcək zaman, gəlmişdi, keçmiş zaman, yəni hər biri təsriflənən feildir. Amma Y bəndi nədir? Dinləyən, burada yeyən şəkilçisi oldu, feili sifət şəkilçisi. 4. Nümunədə feilin hansı təsriflənməyən forması işlənmişdir? Yarpaqlar tərpəndikcə üzündə xəfif bir sərinlik hiss edirdi. Artıq siz inanıram ki, tapmısınız. Burada tərpəndikcə, burada dikcə şəkilçisi feili bağlamanın şəkilçisidir. Başqa təsriflənən feil yoxdur. Ona görə cavab olacaq A bəndi. Digərlərinə baxmasaq da olar. Nümunədə feili sifət hansı cümlə üzvü vəzifəsindədir? Artıq burada cümlə üzvünə keçir. Mən aşiqəm, mərd ola, sevən gərək mərd ola. Burada mən sözü mübtədadır, mərd ola xəbər. Mərd ola yenə xəbərdir, kim? Sevən. Burada sevən sözü isimləşdiyi üçün feili sifətdir, amma mübtədadır. Bu da ən şəkilsən düzəlir feil sifətdir və mübtədadır. Mübtədada Y bəndidir. Sonra keçək digər suala. Məstər hansı nitq hissələrinin xüsusiyyətlərinə malikdir və daha çox hansı cümlə üzvləri vəzifəsində işlənir? Məstər feil və ismin xüsusiyyətlərinə malikdir və isim necə ki, ən çox mübtəda, tamamlıq, xəbər vəzifəsində olur. Daha çox mübtəda və tamamlıq olur. Və ona görə də həmin cavab seçməliyik. Baxın, Y bəndində feil, isim, mübtəda, tamamlıq cavab oldu Y bəndi. Keçək digər suallara. Digər sualımız 7-ci sual. Məstərin isimlə ortaq xüsusiyyətinə daxil deyil. Məstərin isimlə. Mənsubə şəkilsi qəbul edilmi? Edir. Məsələn, oxumağım, oxumağın, oxumağı. Təsdiq və inkarda hallana bilirmi? Hallana bilir. Oxumaq, oxumağın, oxumağa və s. Cümlədə mübtəda və tamamlıq ola bilirmi? İsim kimi? Bəli. Nə sualına cavab verir? Bəli. Amma isim təsdiq və inkarda olmur. Bu feilə məxsus xüsusiyyətidir. B bəndi feilə məxsus xüsusiyyətdir.
8. Hansı cümlələrdə məsdər işlənmişdir? Yaxşılıq etmək, bu bir, insanlıq borcudur. Nümunəvi şagirdlər də ön cərgədə oturmuşdular. Məktubu oxuyarkən gözləri dolurdu. Burada yoxdur, burada yoxdur. Yaşamaq üçün yaratmalıyıq. Baxın, yaşamaq 4, oldu 1, 4. Yolu keçəndə kömək istədi. Burada kömək sözü məsdər deyil. Çünki kömək sözünə mək atanda kö qalır. Belə bir söz də yoxdur. Ona görə oldu 1, 4 A bəndi. Keçək digər suala. Cümlələrdən birində məsdər işlənmişdir. Həmin adam tezliklə təslim oldu. Burada yoxdur. Meydana minlərlə adam toplaşdı. Burada yoxdur. İndi gedəcəyim yeri heç vaxt görməmişdim. Burada da yoxdur. Keçək digər bəndlərə. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz. Təbii ki, burada da yoxdur. Yaşamaq, yaratmaq, həyatın mənasıdır. Yaşamaq və yaratmaq. Cavab oldu nə? Y bəndi. 10-cu sual. Cümlələrdən birində feili bağlama işlənmişdir. Yenə də qeyd edirəm, uşaqlar, feili bağlamanı, məsdəri, feil sifət tapmaq üçün mütləq şəkilçilərini bilməlisiniz. Ev tikiləndən sonra təmir etməlisən. Feili bağlamanın, baxın, anda şəkilçisi var, amma bu anda şəkilçisi özündən sonra şəkilçi qəbul edə bilməzsiniz. Burada tikəndən sözünü çaşı feili bağlama deməyin. Bu olur tikiləndən, daha doğrusu. Burada ən olur feili sifət, dən isə hal şəkilçisidir. Çünki biz feil sifəti keçərkən qeyd eləmişik ki, ümumiyyətlə feil sifəti oxuyarkən görürsünüz ki, feil sifət hallanır. Amma belə bir xüsusiyyət feili bağlamada yoxdur. Onda, yəni, anda sözündən sonra n şəkilçisi varsa, biz onu feili bağlama götürə bilmərik. A-nı çıxırıq. Qadın səssiz-səmirsiz evdən çıxdı. Burada yoxdur. Mənim qardaşım ağlağan uşaqdır. Baxın, ağlağan sözüğan feildən düzələn sifətdir. Ona görə bunu qarışdırmayaq. Burada da yoxdur. Yamyaşıl zəmlər göz işlədikcə uzanırdı. Burada dikcə yenə feili bağlamadır. Bizə nə lazım? Hə, feili bağlama lazımdır. Cavabımız D bəndi olur. Və Y bəndi gəlirimiz 1-ə 5 artır. Burada da yoxdur. Cavab oldu D bəndi. Cümlələrin birində feili bağlama işlənmişdir. Mən danışandan sonra məsələ aydınlaşdı. Baxın, yenə də burada mən danışandan sonra deyəndə danız çıxışlı qaldı. An isə feili sifətdir. Burada yoxdur. O cani dildən işlədiyindən, baxın, burada da dən şəkilsi feili çıxışlı qaldı. Diyi isə feili sifətdir. Burada da feili sifət var. Ananın arzusu məni həkim görməkdir. Burada görmək nədir? Məsdərdir. Ağladıqca kişi qeyrətsiz olar. Dıqca. Baxın, dıqca şəkilçisi olur feili bağlama şəkilçisi. Cavabımız olur D bəndi. Yenə göysəmə bulutsuz idi. Burada da yoxdur. Hansı sıradakı sözdən hər ikisi feili bağlamadır? Alınca, alanda. Baxın, burada ınca feili bağlama şəkilçisidir. Anda da feili bağlamadır. Yəni, bu cavab uyğundur, amma yenə də digərlərinə baxaq. Çünki əmin olaq. Hər zaman siz də işləyəndə əmin olun. B bəndi. Yazanda, baxın, an burada feil sifətdir, ona görə çıxırıq. Görülən, görməyərək ən feili sifətdir, çıxırıq. Açılmış, açarkən mış feili sifəti yenə çıxırıq. Görüləcək, görülmüş, hər ikisi feil sifətdir, çıxırıq. Demək, cavabımız hansı oldu? A bəndi alınca ınca şəkilçisi, alanda isə anda şəkilçisi ilə düzəlmişdir. Hansı sıradakı sözdə feili bağlama deyil? Bu sualı biz WhatsApp kanalımızda paylaşmışdıq. Burada oxuya-oxuya görə feili bağlamadır. Feili bağlama, baxın, belə bir şəkilçisi var. Bu nə deməkdir? Bu A-ə, A-ə deməkdir. Yəni, təkrarlanan söz olmalıdır. Eyni sözün təkrarı olmalıdır. Ya A olmalıdır, ya Ə. Məsələn, gülə-gülə, oxuya-oxuya, gedə-gedə və s. Oxuya-oxuya görə bu feili bağlamadır. Amma bizə lazım feil bağlama olmasın. Gülə-gülə, qaça-qaça feil bağlamadır. Üz-üzə, bilə-bilə. Daha doğrusu, üzə-üzə, bilə-bilə. Burada feili bağlamadır. Buna çıxırıq. Baxa-baxa, deyə-deyə feili bağlamadır. Amma zərrə-zərrə, xırda-xırda feili bağlama deyil. Bu olacaqdır zərf. Ona görə keçək digər suala. Feili bağlama olan cümləni müəyyənləşdirim. Əvvəl-axır mən arzuma çatacağam. Burada feili bağlama yoxdur. Bulağın suyu dərəyə asta-asta tökülürdü. Burada yoxdur. Müəllim mövzunu dönə-dönə izah edirdi. Bu sözü saxlayaq. Görək bu nə deməkdir. D bənd. Ana xısın-xısın ağlayırdı. Burada xısın-xısın sözü zərfdir. Mən işləyə-işlə təhsil almışam. Burada işləyə bayaq
Dedik A-ə şəkilçisi ilə düzələn, təkrarlanan sözdür. Baxın, işləyə-işləyə. Bax, bu feili bağlamadır. Amma yenə qayıdaq, burada cavab olur Y bəndə, yenə qayıdaq C bəndə. Müəllim mövzunu dönə-dönə izah edirdi. Dönə-dönə sözü uşaqlar iki cür işlənə bilər. Həm zərf ola bilər, həm də feili bağlama. Əgər burada hərəkət varsa dönə-dönə sözündə, bu zaman olacaq feili bağlama. Məsələn, maşın yolları dönə-dönə gedirdi. Yəni dönərək sözünə uyğun gəlirsə, onda olacaq da feili bağlama. Bir də var ki, dönə-dönə sözü, mən bu sözü sənə dönə-dönə demişəm. Yəni dəfələrlə. Əgər dönə-dönə sözü dəfələrlə sözünə uyğun gəlirsə, dəfələrlə, onda bu olacaqdır zərf. Müəllim mövzunu dəfələrlə izah edirdi. Uyğun gəlirmi? Təbii ki, uyğun gəlir. Ona görə C bəndində çıxırıq. Cavabımız oldu Y bəndi. Digər suala baxaq. 2 sualımız qaldı. 3 sualımız. Feili bağlama olan cümləni müəyyənləşdirin. A bəndi. Ehtiyatlı igidin anası ağlamaz. Bax, burada yoxdur. Burada yoxdur. Qələmimizi çıxaraq. Sonra oxuyan heç zaman peşman olmaz. Oxuyan nədir? Feili sifət. Gözəllik ondur, 9-u da ondur. Burada yoxdur. Külək əsər-əsməz çiçəklərin ətrafa yayıldı. Axar sularımız, sönməz ocaqlarımız var olsun. Burada axar, sönməz sözləri sifətdir. Bunu da çıxırıq. Külək əsər-əsməz. Burada əsər-əsməz sözü feili bağlamadır. Yəni şəkilçilərdən biri də feili bağlamanın uşaqlar armaz şəkilçisidir. Burada da yenə A-ədə olduğu kimi səliqə ilə yaz. Armaz. Feili bağlama, daha doğrusu bayaqki şəkilçi kimi, A-ə şəkilçisi kimi burada da eyni söz təkrarlanmalıdır. Məsələn, gələr, gəlməz, gedər, getməz. Amma gedər, gəlməz sözü bəzən testdə verilir. Gedər, gəlməz sözü sifətdir. Bu uyğun deyil. Çünki bu əks mənalı söz oldu. Amma burada olmalıdır eyni sözün təkrarı. Yazar, yazmaz, danışar, danışmaz və s. Bunlar oldu feili bağlama. Keçək 16-cı suala. Nümunədə altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Dama-dama göl olar, axa-axa sel. Burada bayaq necə ki demişdik ki, dönə-dönə sözü iki mənada işlənə bilər. Həm zərf, həm feil bağlama. Burada dama-dama sözündə fikir veririk. Burada hərəkət varsa feili bağlama. Yoxdursa feili bağlama deyil. Məsələn, dama-dama paltar. Məsələn, damalı paltar. Məsələn, ola bilər. Bu zaman sifət olar. Amma bir də var ki, dama-dama. Yəni, damlaya-damlaya. Dammaq. Məsəl üçün deyirik ki, evdən su damırdı. Sözün kökü, baxın, dammaqdır, dammaq. Dammaq nədir? Tökülmək. Damcı-damcı tökülmək. Dammaq sözünün mənası tökülmək deməkdir. Bu, A-ə artıranda dama-dama, yəni damcı-damcı. Damcı-damcı tökülərək göl olar. Axa-axa. Axa-axa sel olar. Hər ikisində hərəkət olduğu üçün olur feili bağlama. Feili bağlamada hansı oldu? B bəndi. Və bu səhifənin sonuncu sualına baxaq. Nümunədə altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Sarala-sarala payız girər, qızara-qızara yaz. Yenə də digər suala bənzəyir. Sarala-sarala, burada da yenə hərəkət varsa, deməli bu feili bağlama olacaq. Saralmaq, sarala-sarala. Bu oldu A-ə ilə düzələn feili bağlama və qızara-qızara, qızarmaq. Burada da hərəkət olduğu üçün yenə də A-ə ilə düzəldiyi üçün oldu feili bağlama. Cavabımız yenə də nə oldu? Feili bağlama. Bugünkü suallarımız bu qədər. Əgər yararlı oldusa, kanala abunə olub, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Hər hansı bir sualı başa düşmədinizsə, şərhlərdə yazın. Sağ olun.